Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet tariflərinin gələn il bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar addımların atıla biləcəyi ehtimalını gücləndirir. Bəs 2026-cı ildə internet tariflərinin artırılması gündəmə gələ bilərmi? Baku Postas Aspolitiko Infoya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucov internet tariflərinin bahalaşmasının təkcə Azərbaycanla bağlı məsələ olmadığını bildirib. Onun sözlərinə görə dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur. Zaman keçdikcə məhsulların, xidmətlərin, logistika xərclərinin, eləcə də işçilərin əmək haqlarının artması operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir. Orucov qeyd edib ki, 2025-ci ildə bir sıra qonşu ölkələrdə internet tariflərində 10-20% aralığında artımlar qeydə alınıb. Ən ciddi artım qardaş Türkiyədə müşahidə olunub. Son 2 ildə bu ölkədə internet tarifləri təqribən 40% bahalaşıb. Rusiya, Ermənistan və Gürcüstanda isə qiymət artımı 10-20% civarında olub. Bu proses təbii hesab edilir. Ekspertin sözlərinə görə əvvəlki illərdə də bəzi provayderlər qiymət artımına gediblər. İnternet paketləri 18 manatdan 25 manata, 25 manatdan isə 30 manata qaldırılıb ki, bu da 30-40% artım deməkdir. Vüqar Orucov 2026-cı ildə də internet tarifində artım ehtimalının olduğunu bildirib. Onun fikrincə, ötən il ciddi bahalaşma baş verdiyi üçün növbəti ildə kəskin artım gözlənilmir. Ehtimal edirəm ki, artım təqribən 20% civarında ola bilər. Məsələn, 25 manatlıq paketlərin 30 manata, 30 manatlıq paketlərin isə 35 manata yüksəldilməsi mümkündür.